Ve aleykesselam ve rahmetullahi ve berekatuh. Sual olunur cinlər barəsində. E, Bu cinlər haqqında məlumat. Onlar insanlara toxuna bilirmi və yaxud da onlar nə ilə qidalanırlar? Bu sualın cavabına gəldikdə Elhamdülillahi vahdə və salatu və selamu alə mən la nəbiyyə ba'də əmmə ba'd. Dəyərli müsəlmanlar, cin varlığının özü insan üçün qeyb elminə aiddir. Yəni, bu sahədə qeyb elmi olduğuna görə cinlər barəsində danışan yalnız Quran və sünnə civarında məlumat verə bilərik. Çünki bu qeybdir, qeybi Allah bilir. Allah Subhanahu taala Quran-ı Kərimdə nə deyibsə odur və Rasuluna nə öyrədibsə odur. İlk öncə biz cahillərdən fərqli olaraq, yəni ateistlərdən, dinsiz insanlardan fərqli olaraq əvvələn cinin varlığına iman gətirmişik. Bir mümin Allaha iman gətirdiyi kimi onun kitabına da iman gətirib. Allahın kitabı cinin varlığı haqqında bizə xəbər verir. Necə ki, Quran-ı Kərimdə bir neçə yerdə cinlərin varlığı barəsində məlumat verilmişdir. Məsələn, onlardan biri elə Əl-Cin surəsinin varlığıdır. Kitabın içində 114 surədən birinin də adı Əl-Cin, Cin surəsidir. O surənin ilk ayəsində Allah Subhanahu taala buyurmuşdur. Əuzu billahi mineşşeytanirracim. Qul uhiye ileyye ennehu istema'a neferun minel cinn. Fekalu inna semi'na Kur'anen acaba. De, mənə vəhy olunur ki, həqiqətən də cinlərdən bir dəstəsi Qur'anı eşitdi. Onlar dedilər, bizə çox təəccüblü bir Qur'an eşidirik. Deməli, burada cinlər yeryüzündə Allahın Rəsulunun gəldiyini və onun ayələrini eşitdikdə çox təəccüblənib və yaxınlaşmışdırlar və dinləmişdirlər və iman gətirmişdirlər böyük kütləsi. Quran-ı Kərimdə başqa ayələr də vardır. Əl-Ən'am surəsi 130-da Allah Subhanahu taala buyurmuşdur. Ya ma'şərəl cinni vəl-ins ələm yə'tikum rusulun minkum yaqussuna aleykum ayati və yunzirunakum liqa'a yevmikum. Allah Subhanahu taala məhşər günü qiyamətdə bütün bəşəriyyəti yığdıqdan sonra səslənəcək. Ey cin tayfası və insan tayfası. Deməli, cinlərə və insanlara səslənəcək. Ey cinlər və insanlar, məgər sizə öz içinizdən xəbər gətirənlər göndərmədimmi? Mənim ayələrim barəsində sizə danışmadılarmı? Onlar sizi qorxutmadılarmı bu gün ilə? Deməli, bizə necə Həzrəti Muhammed sallallahu aleyhi və səlləm, Həzrəti İsa kimi, Həzrəti Musa kimi rasullar gəlmişdirsə, deməli, onlara da öz içlərindən, yəni cin tayfasından olan rasullar gəlmişdir. Həzrəti Muhammed sallallahu aleyhi və səlləm bütün nəbilərdən və rasullardan fərqli olaraq cinlərə və insanlara gəlmişdir. Deməli, burada cinin varlığı haqqında məlumatdır. Quran-ı Kərimdə çoxdur. Məsələn, Əl-A'raf surəsi 38-ci ayədə Allah Subhanahu taala belə buyurmuşdur. Qalet xulu fi umamin qad xalat min qablikum minel cinni vel ins finnar. Allah Subhanahu taala insanları və cinləri cəhənnəmə tökəndə onlara deyəcəkdir. Sizdən qabaq gəlmiş, keçmiş cinlər və insanlar tayfası ilə birlikdə girin cəhənnəmə. Və Allah Subhanahu taala mən cinləri və insanları yaratdım, yalnız mənə ibadət etsinlər deyə ayələr nazil etmişdir. Bu ayələr cinin varlığını göstərir. Dəyərli müsəlmanlar, bəzən olur ki, bir qrup insanlar
yəni müasirdirlər deyə, güya orta təhsilləri, ali təhsilləri vardır deyə, onlar bəzən cinin varlığını inkar edir, hətta istehza edirlər. Siz bilin ki, biz müsəlmanıq, Allaha iman gətirmişik, Rabbimizin kitabında cinin varlığı vardır. Sadəcə olaraq bəzi bir qrup şarlatanlar cin adından sui-istifadələr edib insanları şübhələrə salırlar. Sanki insanlar da belə adamları gördükdə bu cinin də yalan olduğu barəsində ehtimallar yaranır düşüncələrində. Halbuki bu elə deyildir. Deməli, cin tayfası insan tayfasından çox-çox qabaq var olmuş məxluqlardır. Yəni, insan yox idi, cinlər var idi. O cinlər, ümumiyyətlə cinlər insanlara çox bənzəyir. Zahiri görkəminin fərqli olmasına baxmayaraq, yəni çox bənzəyir. Yəni, iki qulağı, iki gözü, ağzı, cinsiyyət üzvü, qolları və ayaqları və insan kimi düz yeriyən məxluqdur. Yemək yeyir. Yəni, eyni insanın yediyi kimi, heyvan, meyvə, tərəvəz, eyni insan kimi məxluqdur. Cinsi təmasda olurlar və nəsilləri eyni insan kimi artır, yəni doğuşla cinsləri artır. Sadəcə olaraq yaranışımızda fərq vardır. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, xuliqətil mələikətü min nur. Mələklər nurdan yaranmışdır. Və xuliqəl cəhənnəm min məricin min nər. Cinlər isə tüstüsüz alovdan, yəni cinlər oddan yaranmışdır. Və xuliqə Ədəmin mimmə vəsəfə ləkum. Adəm isə sizə bildirildiyi kimi, yəni torpaqdan yaradılmışdır. Deməli, sadəcə olaraq yaradılışımızda fərq vardır. Yəni, onlar alovdan, oddan, biz isə torpaqdan. Bizim də cinsimiz, yəni bizim birinci insanımız torpaqdan yaranıb, cinin də birinci cin yaranmışı alovdan yaranıb. Sonraki cinlər nəsil olaraq artıblar. Eyni cinsi təmaslı, insanların artdığı kimi. Deməli, biz biri digərimizə çox yaxın məxluqlarıq. Elə ona görə də Allah Subhanahu taala insanı yaratmaq istədikdə, mələklərə təklif edəndə, mələklərin etirazının səbəbi bu idi. Onlar cinlərdə görmüşdülər, nəsilləri artdı, çoxaldılar, həmin planetdə ki yaşayırdılar, onlar oranı məhv etdilər. Mələklər də dedi, ey Rəbbim, bir dəfə yaratdın, gördükdə bunlar nələr etdilər. Deməli, hələ cinlər və insanlar uyğun məxluqlardır. Və Allah Subhanahu taala dedi, mən bilirəm, siz isə bilmirsiniz. Deməli, bunlar da bizə göstərir ki, cin və insan uyğunluğu bizdən qabaq var idilər. Allah Subhanahu taala mələklərini göndərib onları məhv etdi. Onların böyük kütləsi məhv oldu. Və sonradan onlar səpələnib, bir qismi yer üzərində yaşadı. O yer üzərində yaşayanlar da böyük ehtimal Həzrəti Adəmdən sonra gələnlərdir. Yəni, ola bilsin, şeytanla gələnlərdəndir. Çünki şeytanın özü də həmən tayfadandır. Həmən şeytanın yaşadığı tayfanı Allah Subhanahu taala məhv edəndə, bunu İbn Kəsir öz təfsirində qeyd edir. O tayfanı məhv edəndə bu balaca uşaq idi. Bu o yana bu yana qaçıb ağlayırdı. Çünki mələklər məhv etdilər bunları. Və bu ağlayır və mələklər deyirlər, ey Rabbimiz, bir az yaşlı cin qaçır o yana bu yana, körpədir. Bunu nə edək? Bunu da mı məhv edək? Allah Subhanahu taala deyir, onu götürün. O bizə lazım olacaq. Onu götürün. Bax, bu həmən iblis. Cin tayfasındandır. Mələklərdən deyil, sadəcə olaraq körpə uşaq ikən mələklər onu həmin bu yaşadığı qitəni, yaşadığı planetləri ki məhv etdilər. Bu körpə cini oradan götürüb öz aralarında böyətdilər bunu. Və ona görə mələklərin içində, mələklər səcdə edəndə bu etmədi. Yəni, iblis cin tayfasındandır.
Və böyük ehtimal elə həmin törəmələrdən bunun yer üzərində artımları və yaxud da ki, yerdə də yaşayıblar. Deməli, ona görə bəzən bizim tarixçilər eramızdan qabaq, nə bilim, 50 min il qabaqki sümüklər tapıldı, nələr tapıldı və yaxud da ki, çox qədim milyon illik sümüklər tapılır insan sümüyünə bənzər və onlar bununla Darvinizm nəzəriyyəsini irəli atırlar və sübut etməyə çalışırlar ki, burada qədimidən də, lap qabaqlardan da insan olub. Halbuki Həzrəti Adəmin tarixi milyon illərə çatmır, yaxın tarixdir. Deməli, həmən sümüklər böyük ehtimal elə həmən Adəmdən qabaq yaşamış cinlərin sümükləridir. Çünki cinlər insanlarla eyni orqanizmanı daşıyırlar, eyni orqanizmanı. Sadəcə olaraq onlar gözə görünmür. Görünməməsinin səbəbi də Allah Subhanahu taalanın elə etməsidir. Çünki Allah Subhanahu taala deyir ki, onlar sizin onları görmədiyiniz yerdən görürlər. Deməli, onlar bizi görürlər, biz onları görmürük. Elə ona görə də onlara cin deyilir. Cin sözünün mənası ərəbcədən görünməyən. Hətta körpə uşağa cüneyn deyirlər, cüneyn. Niyə? Körpə uşaq ananın bətnində olanda görünmür. Yəni var, amma görünmür. Ona deyirlər cüneyn, yəni görünməyən varlıq. Hələ cin də görünməyən varlıq mənasına gəlir. Deməli, bunlar vardırlar, insan tiplidirlər və tapılan ən qədim sümüklər də elə həmən cinlərin bastırılmış sümükləridir. Çünki biraz fərqli olur insan sümüklərindən. Bunların insanla toxunması. Deməli, bu cin tayfası Allahın Resulü sallallahu aleyhi və səlləmə iman gətirənləri var idi. Necə ki, Cin surəsində keçir. Onlar Quranı dinləyirlər və deyirlər ki, bu çox təəccüblü sözdür, biz buna iman gətirdik. Onların iman gətirənləri insanları tərk edirlər. İnsanlara incitməsinlər deyə onlar insanlardan uzaqda yaşayır. Onların günahkarları eyni insanlar kimi, kim Allaha kafir olursa, onlar insanlara toxunmağa çalışırlar. Çünki onlar da belə iddia edirlər ki, bizim ata-babamız bu insanların ucbadından məhv oldu. Yəni, bizim babamız olan iblis, yəni yaxşı durumdaydı, hörmətli idi. Bu insanlar yarandı, yaranmadı, biz bunlarla toqquşduq, problem yaşandı, babamız qovuldu və biz də bunların ucbadından bir düşmən hala gəlmişik. Və beləliklə onlar da təkəbbür göstərib, Allahın əmrlərinə qarşı çıxıb insanlara toxunurlar. İnsanlara toxunması mümkündür. Sadəcə olaraq bu cahil insan üçün mümkündür. Yəni kim səhər və axşam zikirlərini vaxtında edirsə, Allah Subhanahu taala onu qoruma altına salmışdır. Ona toxuna bilməzlər. Böyük ehtimal. Kim boşluq buraxırsa, cahillik edirsə, səhər axşam zikirlərində boşluq buraxırsa, bunlar ona toxuna bilirlər. Çünki sən zikri edən kimi sənin ətrafında rəhmət mələkləri tapılır, biz görmürük, cinlər görür. Və ona görə də cinlər deyirlər, biz buna yaxınlaşa bilmərik, bunun qoruması var, həm də çox güclü. Və sən qoruma altında olursan. Amma zikrin olmayanda qoruma qalxır. Sənin yanında mələk olur, amma o qoruyucu mələk deyil. O sənin əməllərini yazan mələkdir. Ona aid deyil bu iş. O cin qova bilməz. Və ona görə də cinlər sənə daxil ola bilərlər. Onların da sənə daxil olması səndə həyəcan, qorxu, gözüvə fərqli şeylərin görünməsini və yaxud da ki, yuxuda qorxaraq oyanmalar və qulağına səslərin gəlməsi, gözüvə bir şeylərin görünməsi kimi hallar mümkündür. Bunun da çarəsi tövbə edib, daha doğrusu üzr istəmirəm, tövbə bu mənada tövbə yox, yəni o cahillikdən üz çövrüb, zikirlərə vaxtında başlamaq və kifayət qədər Qur'andan oxumaqla onu özündən uzaqlaşdıra bilərsən yenidən. Və ona görə də Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, kimin bir yatağı varsa onundur, ikinci yatağı ailəsinindir, üçüncü yatağı qonağınındır, əgər onun dördüncü yatağı varsa o şeytanındır. Yəni,
Bu o demək deyil, 3 yataqdan çox etmək olmaz. Bundan söhbət gedir ki, israf etmək olmaz. Nəyi israf etdinsə, o şeytanındır. Yemək yeyəndə, yataqda, evdə, yəni çox israf etməzlər. Yəni nəhəng evlər tikməzlər. Çünki nəhəng tikdiyin evlərdə sən yaşamırsansa şeytan yaşayır. Ona görə də kimsə indi hər nədirsə, əlində bu cür fürsətlər varsa, məsələn, bilməyib, böyük, geniş evlər tikib, o zaman ona tövsiyə olunur ki, Allahın kitabını götürüb həmən evlərdə oxusun, həmən evlərdə azan versin, ailəsi ilə birlikdə namazlar qılsın ki, şər qüvvələr evindən uzaqlaşsın, yoxsa onlar onu incidərlər. Çünki onların eyni insan kimi yağışdan qorunmaq üçün evə ehtiyacları var. Acanda yeməyə ehtiyacları var. Hansı yeməyi sən israf etdinsə, onlar onu yeyirlər. Hansı yatağı israf etdinsə, onlar orada yatırlar. Yəni, evinə girəndə həmişə Bismillah de və evin içinə girdikdə isə Əssəlamu aleykum de. Sənin evində əsla şər qalmaz. Yetər ki, evdə şəkillər, şirk əlamətləri, yəni tikan, atnalı, göz muncuğu kimi əşyalar olmadıqca onlar sənin evinə girə bilməzlər. Yemək yeyəndə Bismillah deyib başlasan, Əlhəmdülillah deyib bitirsən, onlar sənin yeməyindən də yeyə bilməzlər, hətta atdığın qırıntıları da yeyə bilməzlər. Çünki Bismillahla atılan qırıntıları onların yeyilməsinə icazə verilmir. Xeyirli cinlərin yeyilməsinə icazə verilir. Və ona görə də eyni onlar bizim kimi qidalanır, bizə toxuna bilərlər. Kimə? Yalnız cahilə, zikirləri etməyən, qusullu qalan insana onlar toxunurlar. Toxunmaları da yəni insan üçün xəstəlik kimi nəticələnir. Xəstəliklərin var, fiziki xəstəlik, yəni bədənin sıradan çıxması xəstəliyi, böyrək kimi, nə bilim, qaraciyər kimi. Bir xəstəlik də vardır, cinin toxunması ilə olan xəstəliklər. Onlar sinir xəstəlikləridir. Yəni, gözə bir şeyləri görünməsi, qulağın eşitməsi, qorxulu bir halların keçirilməsi. Mömin də bu haldan çıxmaq üçün yenidən iblisin dostları ilə iş görməməlidir. Yəni, cadügərin yanına gedib, falçının yanına gedib, özünü təmizlətdirməməlidir. Çünki onun yanına getməklə daha da özünü pis duruma salacaqdır. Çarəsi Allaha sığınmaq, zikirləri etmək və beləliklə də bu işdən xilas olmaqdır. وَالْعِلْمُ عِنْدَ اللّٰهِ تَعَالَى وَآخِرُ دَعْوَانَا أَنِ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِينَ وَالسَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللّٰهِ وَبَرَكَاتُهُ